Hamıya salam. Bugünkü videoda 5-ci sinif dərsliyindən adi və onluq kəsrlər mövzusuna aid məsələ və misalların həllinə baxacağıq. Başlayaq sualların izahına. Birinci tapşırıqda deyir ki, boş xanalara uyğun ədədləri tapın. Fərz eləyək ki, boş xananın yerində x var və bu kəsr xətti isə bölmə əməlini bildirir. Onda belə yazarıq, x bölünsün 2 bərabərdir 2. Məchulu tapmaq üçün 2-ni 2-yə vurmaq lazımdır. Deməli, doğru cavab olacaq 4. İkinci varianta baxaq. X bölünsün 4 bərabərdir 2. X-i tapmaq üçün 2-ni 4-ə vurmaq lazımdır. Deməli, x-in qiyməti olur 8. C variantına baxaq. X bölünsün 2 bərabərdir 3. X bərabər olur 3 vurulsun 2. Doğru cavab olur 6. D variantı. X böl 3 bərabərdir 4. X bərabərdir 4 vurulsun 3. Deməli, doğru cavab olacaq 12. Y variantına baxaq. Y variantını həll etmək üçün 2 tam 3-də 1 qarışıq ədədini düzgün olmayan kəsir formasına yazmaq lazımdır. Bunun üçün necə yazırdıq? Məxrəci olduğu kimi saxlayırıq. Burada da 3-dür, burada da 3-ü saxladım. Daha sonra 2-ni vururuq 3-ə, üstünə 1 gəlirik. 2 vurulsun 3, üstə gəl 1. Bərabərdir. 3-də 2 vur 3, 6 üstə gəl 1, 7. Deməli, 2 tam 3-də 1-in qiyməti 3-də 7-yə bərabər olur. Bu tərəfi yazaq. X bölünsün 3. Baxın, əgər məxrəclər eynidirsə və bu kəsirlərin ümumi qiymətləri bərabərdirsə, deməli, surətlər də bir-birinə bərabər olur. Ona görə də x-in qiyməti burada 7-yə bərabər olacaq. Sonuncuya baxaq. Bu qarışıq ədəddir. Bu isə həmin qarışıq ədədin düzgün olmayan kəsir formasında yazılışıdır. Biz bayaq da vurğuladıq ki, qarışıq ədədin məxrəci ilə düzgün olmayan kəsirin məxrəci eynidir. Deməli, əgər bunun məxrəci 5-dirsə, burada 5 yazmaq lazımdır. İndi 17-ni 5-ə bölək. Dedik axı, bu kəsir xətti bölmə əməlini bildirir. 17 bölünsün 5 bərabərdir. 17-nin içərisində 5 neçə dəfədir? 3 dəfədir. Məxrəci olduğu kimi saxlayırıq. 3-ü 5-ə vuranda 15 eləyir. 15-in üstünə 2 gəlməliyik ki, 17-yə bərabər olsun. Deməli, 5-də 17 kəsri 3 tam 5-də 2-yə bərabər olur. 3 tam 5-də, demək, bura 2 yazmaq lazımdır. Doğru cavab olacaq. Burada 2, burada isə 5. İkinci suala baxaq. Ədəd oxunda hansı hərflər boş xanadakı ədədin yerini göstərir? Bunu yazmaq üçün ilk növbədə bu düzgün olmayan kəsri qarışıq ədəd formasında yazaq. Bu bizə tam ədədləri müqayisə eləməyə kömək eləyəcək. 6-da 23-ü necə yazarıq? 23-ü bölürük 6-ya. 23-ün içərisində 6 3 dəfədir. Məxrəc olduğu kimi qalır. 6-nı 3-ə vuranda 18 eləyir. 18-in də üstünə 5 gəlsək, 23 qiymətini alarıq. Deməli, biz elə bir ədəd seçməliyik ki, bu ədəd 1 tam 3-də 2 ilə 3 tam 6-da 5-in arasında olsun. Buna görə gəlin 1 tam 3-də 2-ni və 3 tam 6-da 5 kəsirlərini ədəd oxu üzərində təxmini qeyd edək. 1 tam 3-də 2. 1 tam buradadır. 3-də 2 hissə, yəni 3 hissəyə bölürəm. Bunun ikisini götürürəm. Deməli, 1 tam 3-də 2 kəsiri bura düşür. İndi 3 tam 6-da 5 kəsirinə baxaq. Bu ədəd 3 və 4-ün arasında yerləşir. 3 və 4-ün arasında olan bu hissəni, C-nin olduğu hissəni kəsirlərə bölək. Bunun üçün 5 dənə xətt çəkdik və 3 tam 6-da 5-i göstərək. 6 hissəyə bölündü və bizə 6 hissədən 5 lazımdır. Yəni, bura qədər. Baxın, 1, 2, 3, 4, 5. 6 hissədən 5-ini tapdıq. Deməli, bu ədəd də gəlir düşür bura. İndi bu nöqtə ilə bu nöqtə arasında hansı hərf var? Bu aralıqda C hərfi var. Deməli,
bu xananın yerində C hərfi olmalıdır. İndi ikinci misala keçək. 5-də 4 kəsiri və 10-da 17 kəsiri. Bunlar da düzgün olmayan kəsir şəklindədir. Ona görə də 10-da 17-ni qarışıq ədədə çevirək. 17-ni 10-a böləndə 1 düşür. Məxrəci olduğu kimi saxlayırıq. 1-i 10-a vururuq 10. Onun da üstünə 7 gəlsək 17 edər. Deməli, 5-də 4 ilə 1,7 arasında olan hərfi tapmaq lazımdır. 5-də 4-ü ədəd oxunda yazaq. Bunun üçün 0 və 1 aralığında olan bu hissəni 5 bərabər hissəyə bölək. 5 hissəyə böldük. Bunun 4-ünü götürməliyik. 1, 2, 3, 4. Deməli, 5-də 4 kəsir gəlir, bura düşür. İndi 1,7-yə baxaq. 1,7 kəsiri 1 və 2 arasında yerləşir. Həmin hissəni 10 bərabər yerə bölək. Və bu 10 hissədən 7 dənəsini seçmək lazımdır. Deməli, 1,7 kəsir gəlib bura düşür. İndi bu aralığa baxaq. Bu aralıqda hansı hərf var? B hərfi. Deməli, bu xanaya da B hərfi uyğun gəlir. Keçək 3-cü misala. Burada 3-də 11 kəsir var. 3-də 11 kəsirini qarışıq ədəd şəklində yazaq. 11-i 3-ə böləndə 3 dəfə düşür. Məxrəc 3 qalır. 3-ü 3-ə vuranda 9 edər. 9-un üstünə 2 gəlsək 11 edər. 3-də 11 kəsirini qarışıq ədəd şəklində yazdıq. İndi bu ədədi, bu kəsiri 3,3-də 2 kəsirini ədəd oxu üzərində göstərək. 3,3-də 2, 3 və 4 arasında yerləşir. Deməli, 3 və 4 arasında olan hissəni 3 bərabər yerə bölmək lazımdır. Buradan isə bizə 2 hissə lazımdır. Bu ədəd burada yerləşir. 7,3-də 1 kəsirinə baxaq. Bu da 7 ilə 8 arasında yerləşir. 3-də 1 tapmaq üçün 3 bərabər hissəyə bölüb onun birini götürürük. Deməli, bu da ədəd oxunda bu nöqtədə yerləşir. İndi baxaq. Bu hissədə hansı hərflər yerləşir? D hərfi və E hərfi. Deməli, bu boşxanada D və E hərfləri olmalıdır. 3-cü suala keçək. Hərflərə uyğun ədədləri tapın. Biz bayaq da qeyd elədik ki, bölmə işarəsi kəsir xəttini göstərir. Yəni, biz bu ifadəni sol tərəfdə yazsaq, 5 bölünsün A formasında yaza bilərik. Deməli, 5 bölünsün A bərabər olur 5 bölünsün 7-yə. Gəlin, bu ifadəni bunun yanına yazaq ki, bizə daha rahat olsun. 5 bölünsün A. İndi buradan baxaq. Surətləri eynidirsə, deməli, məxrəcləri də eynidir. A-nın qiyməti olacaq 7. İkinciyə baxaq. B bölünsün 4 bərabərdir 4-də 3-ə. Bu hissəni sağ tərəfdə yazıram. 4-də 3 bərabərdir B bölünsün 4-ə. Baxın, burada da məxrəclər bərabərdir. Deməli, surətlər də bir-birinə bərabər olur. B-nin qiyməti olur 3. K bölü 9 bərabərdir 5 bölü 9. Kəsir xətti kimi yazıram. 5 bölünsün 9. Məxrəclər eynidir. Deməli, surətlər də bir-birinə bərabər olur. K-nın qiyməti olur 5. 6 bölü M bərabərdir 1,5-də 1. 6 bölü M bərabərdir 1,5-də 1-i düzgün olmayan kəsir şəklində yazaq. Məxrəci olduğu kimi saxlayırıq. 1-i vururuq 5-ə və üstünə 1 gəlirik. Olur 6. Surətləri eynidir. Deməli, məxrəclər də bir-birinə bərabər olmalıdır. M-in qiyməti olur 5. N bölünsün 3 bərabərdir 2,3-də 1. 2,3-də 1-i də düzgün olmayan kəsir şəklində yazaq. Məxrəci olduğu kimi saxlayırıq. 2-ni vururuq 3-ə, üstünə 1 gəlirik. Olur 7. Məxrəclər eynidir. Surətlərin də qiyməti bərabər olmalıdır. Deməli, N-in qiyməti olur 7. 4-cü sual. Verilən ədədlər arasında yerləşən 3 ədəd yazın. Bunu həll eləmək üçün hər iki kəsirin məxrəcini bərabərləşdirmək lazımdır. 9-da 1 və 3-də 2. Hər biri üçün ortaq ədəd 9-dur. Bunu olduğu kimi saxlayıram.
Bunun isə hər tərəfini 3-ə vururam ki, məxrəci 9 olsun. Yəni 9-da 1 və 9-da 3-ü 3-ə vuranda 9 edir, 2-ni 3-ə vuranda 6 edir. 9-da 1 və 9-da 6 kəsiləri arasında 3 ədəd yazaq. 9-da 2, 9-da 3 və 9-da 4. İkinci hissəyə baxaq. 9-da 2 və 2-də 1 arasında yazmaq lazımdır. Yenə də məxrəcləri bir-birinə bərabər eləməliyik. 9 və 2 üçün ortaq ədəd 18-dir. Bura 18 yazıram. 9-un hər tərəfini 2-yə vurmalıyam. Birinci kəsin hər tərəfini. İkinci kəsin hər tərəfini isə 9-a vurmalıyam. Birinci kəsini vurub yazaq. 9 vurulsun 2, 18. 2 vurulsun 2, 4. Və 2 vur 9, 18. 1 vur 9, 9. Deməli, 18-də 4 və 18-də 9 arasında 3 ədəd yazmaq lazımdır. Yazaq. 18-də 5 yaza bilərik. 18-də 6 yaza bilərik. 18-də 7 yaza bilərik. Üçüncüyə baxaq. İlk öncə bu qarışıq ədədləri düzgün olmayan kəsr şəklində yazaq. 1,9-da 1-i belə yaza bilərik. 9-da 1 vur 9, 9 üstə gəl 1, 10. Və 5-də 1 vur 5, 5 üstə gəl 1, 6. 9-da 10 və 5-də 6. İndi ortaq məxrəcə gətirək. Bunların əkobu 45 olur. 9 və 5-in əkobu. Deməli, 9 olan kəsin hər tərəfini 5-ə, məxrəci 5 olan kəsin hər tərəfini 9-a vurmaq lazımdır. İndi isə yazaq. 9 vur 5, 45, 10 vur 5, 50 və 5 vur 9, 45, 6 vur 9, 54. Deməli, 45-də 50 ilə 45-də 54 arasında 3 dənə kəsir yazaq. 45-də 51 yaza bilərik. 45-də 52 yaza bilərik. 45-də 53 yaza bilərik. Növbətinə keçək. Burada da eyni qaydadır. Qarışıq ədədi düzgün olmayan kəsr şəklində yazmalıyıq. Məxrəc qalır. 2 vur 7 üstə gəl 2. 2 vur 7, 14. 14 üstə gəl 2, 16. Və 8-də 2 vur 8, 16. 16 üstə gəl 3, 19. 7-də 16 və 8-də 19. İndi isə bunların məxrəclərini bərabərləşdirmək lazımdır. 7 və 8-in əkobu 56-dır. Deməli, məxrəci 7 olan kəsin hər tərəfini 8-ə vurmalıyam ki, 56 alım. Məxrəci 8 olan kəsin hər tərəfini 7-yə vurmaq lazımdır. 7 vur 8, 56. 8 vurulsun 16, 128 və 8 vur 7, 56, 19 vur 7, 133. 56-da 128 və 56-da 133 kəsirləri arasında 3 dənə kəsir yazaq. 56-da 129 yaza bilərik. 56-da 130 və 56-da 131 yazmaq olar. Sonuncuya baxaq. 2-də 1 və 5-də 4. Bunların da məxrəclərini ortaq eləmək lazımdır. 2 və 5-in əkobu 10-dur. Deməli, birinci kəsin hər tərəfini 5-ə vurmalıyam. İkinci kəsin hər tərəfini 2-yə vurmalıyam. Aşağıdan yazaq. 2 vur 5, 10. 1 vur 5, 5. Və 5 vur 2, 10. 4 vur 2, 8. 10-da 5 və 10-da 8 arasında 3 dənə kəsir. Yazaq. 10-da 6, 10-da 7. 10-da 8 yaza bilmərik, çünki 10-da 8 bu iki kəsir arasında yerləşmir. Bura bir dənə də kəsir əlavə eləmək istəyiriksə, məxrəci qiymətini artırmaq lazımdır. Yəni 10-da 5 və 10-da 8 yox, bunun hər tərəfini 2-yə vuraq, bunun da hər tərəfini 2-yə vuraq. Olacaq 20-də 10
və 20-də 16. Deməli, 20-də 10 və 20-də 16 arasından yaza bilərik 20-də 15. Aşağıda yazdığım bu qırmızı kəsirlərlə yuxarıda yazdığım qara kəsirlər bir-birinə bərabərdir. Ona görə də onların heç bir fərqi yoxdur. Və biz 2 kəsiri bunların arasından seçdik. Bu bir kəsir isə onlara bərabər olan digər 2 kəsirin arasından seçib yazdıq. 5-ci sual. Suallara cavab verin. A bəndinə baxaq. 13-də A kəsirinin düzgün kəsir olması üçün A hansı natural qiymətlər ala bilər? Bilirik ki, düzgün kəsirin surəti məxrəcindən kiçik olmalıdır. Yəni, A-nın qiyməti 13-dən kiçik olmalıdır. Bu bərabərsizliyə əsasən A-nın qiymətlərini yazaq. 1-dən 13-ə qədər. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 13 yaza bilmərik, çünki 13 yazsaq, kəsir düzgün olmayan kəsir olur. Deməli, A-nın 12 qiymətində bu kəsir düzgün kəsir olur. B bəndinə baxaq. A-da 12 kəsirinin 1/2-də 1-dən kiçik, düzgün olmayan kəsir olması üçün A hansı natural qiymətlər ala bilər? İlk öncə bərabərsizlik yazaq. A-da 12 kəsiri kiçik olmalıdır 1/2-də 1-dən. 1/2-də 1-i düzgün olmayan kəsir şəklində necə yaza bilərik? Məxrəci saxlayırıq. 1 vurulsun 2, üstəgəl 1. 1 vur 2, 2, 2 üstəgəl 1, 3. Deməli, belə bir bərabərsizlik yarandı. A-nın qiymətini tapmaq üçün bunların surətlərini bir-birinə bərabər eləmək lazımdır. Deməli, ikinci kəsirin həm məxrəcini, həm də surətini 4-ə vursaq, birinci kəsirin surəti ilə bərabər olacaq. A-da 12 kəsiri kiçikdir. 3 vur 4, 12, 2 vur 4, 8. Surətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyük olur. Deməli, biz A-nın yerinə elə qiymət yazmalıyıq ki, onun qiyməti 8-dən böyük olsun. A-nın yerinə 9 yaza bilərik, 10 yaza bilərik, 11 yaza bilərik. 12-ni də yazsaq, şərt ödənir, çünki bizə düzgün olmayan kəsir lazımdır. Deməli, bir daha baxaq. A-nın yerinə 9, 10, 11, 12 yazsaq, görürük ki, bu kəsirlərin surətləri bir-birinə bərabərdir və biz dedik ki, əgər kəsirin qiymətinin kiçik olmağını istəyiriksə, məxrəci böyük olmalıdır. Yəni, A-nın qiyməti 8-dən böyük olmalıdır. Deməli, A-nın 4 qiymətində A-da 12 kəsiri düzgün olmayan kəsir olar.